Təsəvvürlə ki, sən maqnitsən. Mən də dəmir. Ən pis günümüz belə olsun. Bir dəqiqə olar sizinlə hatırlayıram. Mən rayondan Bakıya təzə gəlmişəm, tanışa inanıb. O da məndən dalaşıb çölə atdı. İndi nə rayona qayıda bilərəm ailəmin yanına qəbul eləmir. Nə də burada bu indən qalası bir yerim var. Yoxdur da yəni. Sizdə qalsın bir günlük olar ya da hər hansı bir tanışımızın evində imkan var yəni. Çox qalmış. Yəni çöldə qalmışam çünki bu indən bilmirəm necə. Çöldə qalmışam? Bəli. Çöldə niyə qalsın? Ev qoş elində sən? Mənim yəqin kömək eləyə dostu, tanışı belə. Yox. Müəllim yox deyir. Gəl mən sənə kömək eləyərəm. Yox. Ehtiyac olmazsa bir dəqiqə olmaz yəqin ki. Ehtiyac yoxdur da. Nə eləmək istəyirəm? Arada apar. Kömək istəyir də. Ya dartıb aparasın, yoxsa necə? Sən kömək elə dedin yox qağa, yox dedin ona görə. Mən dedim yox. Sahara dartıb aparsın. Kömək eləmək. Dartıb aparırlar, yoxsa necə? Mən qonşumda bir dənə qoca arvad var. Dartıb aparırlar, yoxsa necə? Mən dartıb aparırlar deyəndə tuturam əlindən göstərirəm ki, gəl gedək. Belə tutub göstərirlər, yoxsa nə? Necə göstərirlər? Ha? Sən hansı rayondasan, ay dostum? Rayon söhbəti gedir, yoxsa nə? Soruşuram, maraqlı gəldi. Maraqlı gəlməsin də. Yox, sənin reaksiyan var ha, bu indi göstərilən reaksiya. Mənə çox maraqlı gəldi ki, görüm hansı rayonun cəmiyyəti belə rəftarda danışır. Çox rayon var, sonra. Sən niyə belə edirsən ki? Bəs necə edim? Bildim, sən niyə dirəşirsən ki? Belə. Nətər elə belə? Belə, xoşuma gəlmir. Nə xoşuna gəlmir? Sən dartıb aparmağı xoşuma gəlmir, sonra. Başqa. Gelirsiniz buyurun. Yox. Getmir, sonra. Çöldə qalmaq istəyirsən, hə? Yəni kömək eləyən tapılar qardaş hansısa. Onu da get. Get, biz qardaşla özümüz problemimizi həll eləyək. Sən get. Yox, mənə görə istəmərəm. Mənə görə istəmərəm davad olsun. Davalıq deyil. Sən get. Sağ ol. Get, get. Tamam, siz gedə bilirsiniz. Yoxdur, mənə görə bir söhbətə girdirsə istəmərəm də belə gedim. Sən get. Burada problem yoxdur. Yoxdur, mənə görə istəmərəm də hər hansısa bir davada olasınız. Yox, səni davalaşır. Sən get. Siz gedə bilirsiniz. Onsuz da gedəsi bir yerim yoxdur, yəni buradayım, narahat olma. Gedəsi yerin yoxdur, mən sənə evsiz qoş eləyim. Yox da çox sağ ol. İstəmirsən, get, biz qardaşla özümüz həll eləyək. Gəl biz gedək. Hə, get, yolundan qal. Nəsə oldu? Köməyə ehtiyacım var idi, müəllimə yaxınlaşdım, qalası yerlə bağlı. Bakıda qalası yerim yoxdur. Qardaşlar nə görüşdürürlər? Nəysə, heç bir şeydə sən get də özümüz rişad eləyək söhbətimizi. Yox da, mən onu tək qoya bilmərəm, mənə görə bir söhbətə girmişsə, yox. Siz gedin qıraqda oturun da. Nəyə görə deyirsən? Yox da. Siz qıraqda oturun. Qəbul eləyə bilmərəm, vicdanım qəbul eləməz onu ki, mənə görə hansısa söhbətdə olasın. Nəsə oturanlar orada aşkım belə, biləm nə məsələ? Nə fərq elədir danışıqlar? Elə gördüyün formadadır. Dostum, burada biz rep-zat demirik, deyirsən ki, belə. Rep gəbirəsən. Qız dayanıyor, bir dəqiqə. Qız kömək istəyir, qız ev istəyir. Mən də deyirəm ki, ev istəyirsən, mən düz qoş eləyərəm. Sonra deyir, istəmirəm, mən də deyirəm, gedəyib yox. Qaqaşla özümüz söhbət eləyirik. Sən də qıraqdan gəlib, deyirsən, nə olub? Bizim şəxsi söhbətimizdir. Sənin şəxsi söhbətin 3 nəfərin arasında olur və şəxsi söhbət 2 nəfərin arasında olur. Qaqaş, ikimiz danışırıq. Söhbətə qursa, belə biz də qursa ola bilərik belədir ki. İkimiz danışırıq, hə biz. Şəxsi deyirsən 3 nəfər isə belə qıraqda danışır. Gəl bura.
Dostum asla dur bir dəqiqə. Yox, yanında söhbət. Bildimi ikimiz danışırıq. Siz niyə müdaxilə edirsiniz? Siz nədir şey bu? Yaxşı bu nədir indi? Siz indi başa düşmədim. Şimdi Azərbaycanda siz belə ancaq dava dalaş söhbətlərinə siz Dava dalaş yox. Dalaş niyə belə edirsiniz ki? Yox, burada küçənin ortasında dayanmısınız. Qaqaşla söhbət edirəm mən. Ha, nə söhbət edirsən? Nəyə? Qaqaşla söhbət edirəm, özüm bilirəm. Sizə nə aidiyyəti var? Gəl də mən də qaqaşam. Gəl bura, gəl bura. Sənin nə aidiyyəti var ki? Gəl bura da. Ay dostum, niyə belə edirsən ki sən? Qaqaş, onunla mən söhbət edirəm. Harbi savaşalım. Gəl deyirəm sənə gedim, burada konsert vermə də parkın içində. Gəl gedib bir anda o tərəfə baş saldın sən. Nəyə başa salırsan? Gəl bura sən baş saldın. Nəyə başa salırsan? Nə istəyirsən olsan, sən istəyirsən baş Sən saldın. qaqaşla nə razı ötürsən? Nə danışsan? Sənə deməliyik onu. Ha? Yox, qızı deyirsən ki, Qıza ehtiyac yoxdur, qız gedir. Biz özümüz söhbət edirik. Hayır qızı bir axırdara gedir. Burada yeri də öyle, söhbətin yeri də bura. Bəs haradır yeri? Başqa yerdə də zamat Yox, olmasın. yeri hələ buradır da. Yeri də öyle. İçəri mən getmək istəmirəm, burada söhbət elədim. Yox, içəri gedib nə oldu? Mən içəri gedəm, nə? Nəysə, başqa şeydir. Biraz qıraqla dayanıb başqa. Gəl bu yana, qaqaş, gəl burada Gəl söhbət. bura. Ay dostum, sən nə olub sizə? Ay, gəl bura. Qaqaş, nə olub Bir sizə? dağın qabra. Ay qaqaş, Gəl bura. Ali bu çağır. Ha? Qaqaş, Ali bu çağır. Yox, bir daha gəl bura. Ali bu çağır, ola. Allah da öyrənəcək. Ay Ali bu çağır. El atsan mən. Gəl bura. Qaqaş gözlə də bir dəqiqə. Niyə el atsan? Havada nə edirsən? Niyə el atsan ki? Niyə el Elə atsan? də bir qaç yanmışam qabağına. Niyə el atsan ki? Deyirəm sən gəl bura. Qaqaş, siz niyə el atırsınız ki? Gəl söhbətə aydınlıq verin görüm siz niyə el atırsınız? Ay sən adam kimi deyirəm keçəcək qırağa keçmirsən. 2 nəfərə gəlirsiniz üstümə. Tək sənə söhbət edirəm. 2 nəfərə gəlib el atırsınız. Tək sənə söhbət edirəm. Nəyin söhbətidir? Ay kişi, O sən nə qaqaşla mən söz Bir danışıram. daha, nə tek söhbət? O qaqaşla mən Ay, söz bir danışıram. daha, sən nə tek söhbət? Yox, siz niyə dava ilə Yox, danışırsınız? 2 nəfər tek söhbəti deyirsən. Bax 2 nəfərə gəlmisiniz üstümə. Ay kişi, deyirəm ki, 2 Nəyin nəfər. davasıdır bu? 2 nəfər tek söhbət. Mən sənə söhbətə başlayıram. Qız niyə qıza ehtiyaclı gedək? Mən eləmirik. Bir o da eləmir, mən də eləmirəm. Biz özümüz danışırıq. Yox, qız sənə ehtiyac duyur. Qaqaş, biz onunla söz danışırıq. Gəl gedək, mən gedib burada otur. Gəl. Müəllim kömək eləmək istəyirdi. O yaxınlaşdı ki, mən kömək eləyirəm. Elə dava başladı. Bizdə prinsipi qala bilərsiniz, Doğrudan. problem yoxdur. Amma Razin'də yaşayıram. Biraz buradan uzaqdır. Aha, problem deyil. Yəni skameykada qalmaqdansa daha Problem yoxdur. yaxşı olar. Yəni siz ailə ilə qalırsınız, narahatçılıq. Bəli. Hə, narahatçılıq olmaz hər hansısa. Çünki mən inanıb gəldim tanışıma. Tanışıma inanıb gəldim. O da məndən istədiyim insanı deyib inandım. Dalaşdı çölə atdı. Siqaret elə deyilən siqaret asılacaq. Hepsi sən qalma. Bəli. Nə cür hepsisən kiraya? Yox, sadəcə qalmağa bir neçə gün deyir. Yəni müəllim kömək eləyir yəqin ki. Bacımızı bizlə lazım. Bacımız da bizlə lazım. Sizlə qalacaq. Hə, bizlə lazım. Azərbaycan. Mən də evdə anamdır. Bir də gəlim. Hə, problem deyil. Yəni sizə narahatçılıq olmaz. Azərbaycanlı. Ləhsən oxşamırıq belə. Azərbaycanlı. Öyle bildim. Qardaş yazır. Gedəyim. Hə. Problem yox, gedəyim. Nə var? Sən istəsən sən normal bir dənə bir şey eləyim. Qardaş get də sən. Sən get. Gedim. Hə, sən get. Niyə ki? Güzel. Niyə getmirsən? Sən mənim uzaya mane olursun. Sənə mane olur. Mənə mane olursun. Bura mənim ölkəmdir elə. İstədiyim yerdə də dura bilərəm. Mən yanımda dura bilməsəm sən. Bura mənim ölkəmdir. Sən İstədiyim mənim yerdə də yanımda dura dura bilərəm. Sən mənlə niyə aqressiv danışırsan ki? Yaxşı eləyirəm, başqa. Niyə Yox, siz səbəb? dalaşmasınız mənə görə. Ya gedək də. Səbəb? Gəl. Bildim ya qaqaş, sən mənim üstümə niyə elə gəlsən ki? Sən niyə dava ilə danışırsan? danışırsan? Koruzlanarsan? Sən deyirəm ki, xoşuma gəlmir, sən mənə mane olursun. Sən nəyə mane oluram ki? Qaqaş, sən mənlə bu dəqiqə qız davası deyirsən. Ha, oğlanlığa Nə sığan qız hərəkət davası? deyil. Nə qız davası? Allah'ın olsun, bizim kitabımızda elə şey yoxdur Bu qaqaş. ölkədə, Hə. bu ölkədə Hə. hər bir ehtiyacı olan insan fərq eləmir, qızdır, oğlandır, mənim bacımdır, qardaşımdır. Əgər bu insan mənə yaxınlaşırsa, deməli mənim bacımdır. Bildim, mən ona kömək eləyirəm. Sən pis eləmirəm ki, sən mənim üstümə xoruzlanırsan. Mən özə köməkli edirəm.
Yox, Mən sən sənə deyirəm ki, mane olma get. mane olma, get başqa şeydir. Sən bunu tut, bir dənə bunun üstünə yerin başqa şeydir. Nə fikirləşsən, elə bildən qaçacaqsan. Sən gedirsən ya yox. Yoxsa Əzrailin olun sən. Əzrail olasan, öldürmək niyyətinə, Olaram sən. öldürmək niyyətinə. İstəyirsən olun Əzrailin. Yaxşı fikirləş, hə. Yaxşı fikirləşirəm. Sözün arxasındasan. Həmişə. Allah şahiddir ki, Allahdan başqa heç kimdən qorxma. İstəyirsən get. Ay dostum, Allah şahiddir ki, səndən 5 qat yekələr gəlib mənim üstümə geri çəkilir. Nə cür yerdir ki, qaqaş səni tapdılar? Mənim öz evimdir. Öz evindir? Tək qalsa, yoxsa belə ailəşə Onu biz bilərik də xanım necə qalacaq. Sən eləyə bilirsən qaqaş, eləyə bilmirsən. apar. O bizim problemimiz. yoxdur, belə yəni mən tək aparmıram. Yəni yaşlı qadın Qardaşım, biz xanımı lazımı olan köməkliyi bizə dedi. Biz o köməkliyi boynumuza aldıqca Belə problem yoxdur. Allah canı sağ eləsin. İmkanım var apar köməklik eləməyə. İmkan var, niyə Yoxdur, yoxdur? yoxdur. Bax, Yəni belə psixoloji mənim kitabımda yoxdur. Mən tək qaldığım evə tanımadığım qıza ala aparam. bizim öz evimiz bir Yəni dörtçü tək qardaşım biz ora xanımı Yəni- aparaq. Evimiz boldu Allah şükür. Tək Lazım olan olduğum evə yerə apararıq. başqasının qadınını apara bilmərəm. Qardaşım, O başqasının mənayla qadını deyil. deyil, Azərbaycan xanımıdır bu. Biz də kömək Bildim eləməliyik. də o niyyətə də. Ha, bizim niyyətimiz sən mənim içimdəki niyyəti bilirsən mən xanıma necə Mən o niyyətə deyirəm ki, söhbət elə olar. yaşlı qadın var. Yaşlı Qardaşım, qadın, onun evində qalsın. Apara bilirsən, Problem apara yoxdur, bilmirsən. aparsız Bir apar. kəlmə. Tək qaldı, Aparsız kiminlə apar. qalır, harda saxlayacaq o bizim problemimizdir. Problem yoxdur. O da qaqaş, bizim Onun niyyətimizdir. seçimi, o sizin fikriniz. Gəncə. Qaldı ki, qaqaş, mən pis məniyə yox. Deyirəm yaşlı qadın var. Onun Mən də yanında deyirəm qalsın. ki, apara bilsən şərətin var apar. Yəni var, gedirsə Söhbət gedir. edirsən təsbihlə zaten sorun. Təsbihlə nəsə hörmətsiz eləmirəm ki, qardaşım. Təsbih Mən də deyirəm hörmətsizlik təsbihin yığışdı. simvolu deyil də, yəni. Olar, Təsbih olmaz. hörmətsizlik simvolu deyil də, yəni. Bildim də, yəni Şudur. söhbət edirsən, soruysan. Biz də çöldə Yox, bayırda böyüyən uşaqlar. Bildim mənim qardaşım. Təsbih hörmətsizlik simvolu deyil də. Hörmətsiz söhbəti getmir. Deyirəm yəni yığışdı. Yığışdır deyirsən, ona görə deyirəm ki, yəni bu Saxla söhbət o simvol deyil ki, biz bunu gizlədək. biz Sən buna dolayısına nəsə- gəldin. Evdə kim qalır, nə Söhbət ona tərqə? gitsən, evdə bizə sən problem. Apara bilsən, şərətin var, problem deyil. Apar. Buyur. Azərbaycan xanımıdır. Azərbaycan xanımı. Problem yox. Azərbaycan Müraciət xanımı edibdi, yerin Hə. sözün Apara yerdə bilsən, qoyulur. apar gəlin. Olmasa qısası dərdik yoxdur. Eləyə bilmərsən, zəng elə denən ki, ay talış, adım talışdı. Mən Talış, çalanlıyım. almadı, alınmadı. Dəqiq. Mən də Ağdamlıyam, adım Coşqundur. Lap gözəl. Coşqun Ağdamlı harasındasan? Özündən. Qəşəng. Ağdamlı qardaşlarımız çox. Mənim də tanış Özündən qardaşlar çox. Getdik. Bir günü sizdə qalmaq imkanım var ya da mənə qalsı yerlə bağlı köməklik eləsəz. Elə bir imkan var. Çünki heç kəsim yoxdur burada. Ailəm geri qəbul eləmir. Nə ev istəyirsən, hə? Bəli. Aparım da səni. Ya müəllimə müraciət eləmişəm. Hə? Müəllimə müraciət Nə eləyərəm. Müəllim istəyirsən? Şey çəkirsiniz. Şey deyil, qaqası getdi, o sonra o Mənim evim var, 2 otaqlı evim var. Bir otağını verərəm, qalarsan. Bizim də evimiz var, qardaşım. Mən tək qalıram. Sən tək qalsan sənə yaxşı yuxular. Nələr? Yaxşı yuxular, yaxşı istirahətlər. Yaxşı yuxular, yaxşı istirahətlər. Saatdan çıxmışıq. Necə bir söhbətim çox Bu keçirdim, qaqaş deyir. Keçirsən düz keç də, keçə bilmirsən. Bildim, sən niyə elə danışırsan ki? Belə danışın, yaxşı danışın, pis danışın. Pis danışırsan da, tanımadığın bir insan. Sən nə deyirsən ki, mən xanımı tanıyıram, tanımıram. Sən gəlmirsən ki, şeydir, nədir? Xanımı tanısaydın, xanım mənə dərdin deməzdi. Sən kimsən ki, mən xanımla danışıram? Mən Coşqunum. Qaqa, sən xanımı tanıyırsan, yaxşı. Xanım mənə niyə dərdin deyir? O xanım deyir də, xanım mən indi tanıdım. Köməklik istədi. Hə, Köməklik istədi. Mən də kömək eləməyə çalışırsan. çalışıram, hər. Kömək eləyəsən, hə? Hə, eləyirəm, işirəm. Belə söhbətlərim mənim gülməyimdə, ancaq gülüb keçirəm. Prosta bax görsən, mənə də dedi ki, bəs ev istəyirəm falan filan. Mən də deyirəm, aparım Sənin qaldım. başqa işiniz yoxdur. Mənim ümumiyyətlə işim Sənin yoxdur. işiniz yoxdur. Pulum var, işim yoxdur. Uşaq var da. Pulum var, heç Pulun var, ehtiyacım ver. yoxdur. Verirəm. 100 manat ver də. Sənə verir. Ha, ver. Xanıma ehtiyacım Xanıma var. ver. Xanıma ver 100 manat ver. Sənin pula ehtiyacın var, yerə ehtiyacın var. Yəni qalası yerim ehtiyacım var. Ay, Sonra sağ da ol. inşallah iş tapıb Gedib işləyənə mən kimi. səni saxlayıram da yerimdə. Saxlama ehtiyac yoxdur. İş tapsam Bakıda, tanımıram sadəcə Bakını. Tapsam işləyəcəm satıcı ya da nəsə, ev tutacam. Sən mən, sən burada tək qalıram.
Gedə qalar mı? Yəqin Sən tək qalsan qalağa. Nə olub xanım, nəsə problem var? danışıram müəllimlə, qalası yerlə bağlı problem var. Necə qalmağa ev axtarırsan? Bəli, çöldə qalmışam. Acış gün qalmağa ev axtarır. Nə axtarır? Qalmağa ev axtarır. Ev axtarırsan? Hə. Ev düz boş eləyə də sən. Nə cür ev istəyirsən? Yəni belə 1-2 gün qalası yer bəsim olar. Yəni qalası Pulun var? başqa yer. Yox, yox. Pulun yoxdur. Pulsuz ev var. Bizdə qalsın da. Qalası yer axtarıram. Çöldə Nə problem qalmışam. ay baba? Nə problem? Nə deyirəm, nə problemi? Qıraqdan problem çıxır. Yox, ev problemli iş deyil qaqaş. Biz həll eləyəcəyik. Qıza ev lazımdır, özüm aparacağam. Gəl. Hara ki qızı? Mən Qaqaş qız özü ev axtarır qalmağa. çöldə Biz də qalmışam. kömək eləyəcəyik. Kömək eləsən Hə. biz eləyirik də. Biz eləyirik, sən narahat olma. Sən eləyəsən. O qaqaşa yaxınlaşdı, sən Həm yaxınlaş. qaqaş aparsan evimizə. Yəqin ki, köməyini Yox, göstərər. Ay Bəlkə. qaqaş, qaqaş. Ay qaqaş. Aparsan apar, aparmasan Qaqaş. mən buradayım. Sən aparacağam. Ay evimizə, qaqaş. problem deyil. Siz xan kimə yaxınlaşmısınız? Mən. Sizə yaxınlaşmayıb ki. Aparsan qaqaş. Baş qoy bir danış. Hə danış. Qaqaş gözlə danışsın da. Bəlkə aparacaq evinə. Mən kömək deyirəm. Bildimə sən indi bir günlük kömək edirsən. Sən amma buna lazımdır ki, daimi qalmağa yer lazımdır. Təşkilləyir də. Qaqaş mən təşkil edirəm, sən qoymursan. Bu getsin qalsın. Mən təşkil edirəm də sən nə? Yox, mən axıra kimi saxlayacağam. Mən yaxınlaşır. bekar adamam. Mən lazımdır bir dənə qız olsun, evimdə saxlayım, ev işimi təmizləsin. Yaxlı yoxdur, sən O bekarsan. cür nə evim, 2 otaqlı ev Bekarsan, var. bekar deyirsən, mən yaxlı yox. Onda o özü seçər, onda. Ha, yəni sən apara bilirsən, elə imkanın Mən var heç nə sənin. bilmirəm. Mən indi bir danışıram, görüm nə situasiya gedir. Yəni elə bir imkanın var dostum aparmağa. Bax mən Bir tanışım papayla, var, mamayla bəlkə zadla olur. qalmıram, öz evimdir, başa Hə, düşsən. çox yaxşı. 2 otaqlı. Bozduq da, Alıbsız yəni mənə girməsiz, lazım. Sən təklif elədin, o Bu hələ təklif Daha məcburiyyət qarşısında. Mənə bax. İstəyirsiniz bununla girmə. Yox, amma skameykada yatmaqdan daha yaxşı olar deyə düşünürəm. Skameykada. Mənə bax, gör nə deyirəm. Eləyə bilərəm. Necə kömək eləyəsən? Yəni pis olmaz. Otelə bir otelə. Yerləşdirə bilərəm. Otel nədir? Hazır evə aparıram mən səni. Mənə bax, gedərsən evə, qabıqacaqdır, yağsan evə şey təmizləyərsən. Hambal getmir, qalmağa gedir, qaqaş. Qaqaş bir dəfəmlik saxlayıram mən. Danışsız bir dəfə mi qaqaş? Bir dəfəmlik Mənə saxlayıram. sadəcə iş tapana kimi lazımdır. İş Bir dəfənin tapana yeri kimi lazım sən- deyil. Mən özüm öz ayağımın üstə durub ev tutmaq Nəysə istəyirəm. əvəzin işləyəndən sonra. verməlisən də, bozduq deyil ki. biraz pul verə bilərik ki, siz öz evinizə Bəli, bəli. Nə köməkli lazımdır? Mən Zaqatalda. Yəni sizə nə qədər lazımdır? Bilmirəm ki, heç Bakıdakı qiymətləri də bilmirəm. Harda qala biləcəyimi də bilmirəm. Mən istədiyim insana inanıb bura gəldim. O isə İstəmədi hə səni. Mən istəyirəm. ailəm də artıq imtina elədiyi üçün çox sağ olun. Sən niyə çəkdirmirsən? Mən nə deyim sən? Olsa bizə lazımdır da. Gəlin xanım, gəlin mən. Mənə sizə bax. yerləşdim, gəlin. Hara qaqaş? Hadi. Dəxli varsa. Daxil yox. Bax sən qaqaşdan soruşurdu. Elə sən durmusan qırağda. Qaqaş, bu mən başa düşürəm ki, hörmətsiz deyil də. Mən lap başqadır, heç evə ehtiyacı yoxdur. Mən onu paskod eləyirəm. Yox. Sən məndən sonra yaxınlaşmısan, ha? Kişi kimi də məndən sonra yaxınlaşdın da. Hə. Gördüm ki, nəsə problem var, yaxınlaşdım da. Problemli bir iş yoxdur. Mən kəllə atmırıq ki bir-birimizə. Mən Bəs bilmirəm bu- də. qaqaş, Sən də oğlansan, Ya, mən o də da. oğlanam. Aynen, ağac sağ ol, Temoyda oğlansan. Başa düşürəm mən. Qaqaş, səni. başa Sən- düşürsən. Sən patfotu başa düşürəm. Öpüsüyor da. Başa düşdüm, xanımdır qalıb da. Mən aparacam da, mən də kişiyəm da, Temoyda kişiyəm. Azərbaycan. O da kişi kimi aparacam da mən də. Xanımda ehtiyacı var, aparıb. Mənə bax. Gedəsə, burası bizdə bir dənə kravat var da, şey deyil, 2 dənə deyil. Görsən sən Çox sağ olun. Bana ehtiyac olmayacaq yəqin ki. Yəni lazım deyilsə ona, qardaş. Yəqin ki, onlar kömək eləyərlər, ehtiyac olmaz. Kömək elə. kömək eləyərik səndən. Razı deyilsən, hə? Yox. Özün belə, ay, bomba kimi də Özü yaşayarım. bilir, yaxşı bilir. Çox sağ ol. Apar, qaqaş, yaxşı yox. Mənə bax, otur. Gəl mən səni aparım. Xoşum gəlməsə, Yox Başa da mən düşmürsən? yəqin ki, köməkli göstərən Başa qardaşlar var, onlar kömək eləyəcək. mən Çox sağ olun. səni saxlayıram da. Yox, çox sağ ol. İstəməm. Özüm. Sağ ol qardaş, həqiqətən də çox gözəl reaksiya verdin yəni, vallah. O sənin sözün sponsor deyil. Məndə qürur yaratdı vallah ki, sən deyirsən, qardaş deyir ki, Azərbaycanda köməyə ehtiyacı olan qadın, kişi mənim qardaşım, bacımdır yəni. Bu əsəbdən sonra bizim sponsor Pek'dən özümüzə bir şirin suyu. Onda xanım içər. Yox, yox, çox sağ olun. Var. Sağ ol. Özlem müğayət olun. Sağ ol.
Sən indi bura aparırsan, ha? Ya aparmır. Aparmırsan gözlə qaqan aparsın, istirahətini eləsin. Götürün Nuş idi. Çok pahalı. Başa düşdüm. Götür dostum.